07 sürmüsünüz? 4 dənə 07'm olub. Necə? O 07. Mənə biraz O 07'də aldığım mən zövqü, 07'ni o ki özün bəzədirdin onu ya. Şüşələrini dəyişirdin, onu arxada Ən sevimli 07'ni pioner maqnitofon. Rulunu alan kimi dəyişirdin, ayaq altılar almalıydın ona, qəşəng şüşələrini, rəngli şüşələr necə qoyurdun. xoşbəxtlik verirdi. Onun içində ləzzət al, yaşayırdın da ondan. Sonra təzə otomobillər gəlmişdi şəhərə, qaz otomobillər var. Rula Gevdrayko O biraz Mercedes oxşayanlar. O təzə gəlmişdi, ondan almışdım. İndi nə sürürsüz? İndi işinə. İndi maşınsızsınız. Ümumiyyətlə maşın sürmürəm. Buna gəldik, çıxdıq. Hə. İstehlak maksimalizindən Tamamilə sonra 3 ildə maşın sürmürəm. Hammer sürürdüm, harda istirdim, saxlayırdım. İndi mən onu aptekə belə düşürəm, 5 manat dərman alıb çıxıb 20 manat cərimə ödəyəcəmsə ona görə. İstəmirəm o maşını. Maşınsızlıq sizin komfortunuz? Yox, maşınsızlıq qətiyyən mənim komfortumu pozur. Əksinə əsəblərinizi qoruyur. Əksinə, mən dadı belə rahatam.